Bir neçə gündür Lənkəranda çəltik əkininə start verilib. Hər il olduğu kimi bu ildə məhsuldarlığın yüksək olması üçün əkin işləri vaxtında və aqrotexniki qaydalara uyğun şəkildə aparılıb. Lənkəran iqlimi çəltikçiliyi üçün əlverişli olduğundan burada yetişdirilən çəltik həm yerli bazar üçün, həm də emal üçün mühüm xammal hesab olunur. Texnikalardan əkinin üstünlüyü ondadır ki, biz demək olar ki, texnikayla adətən səpirik. Amma ştil yetişdirəndə ştili vururuz yerə. Ştili göz qabağında məlumdur ki, bu hal-hazırda real məhsuldur. Toxumu səpirsən, biraz tərəddüd edirsən. Lakin ştilin, mən belə aqronom kimi deyə bilərəm ki, ştilin üstünlüyü toxumdan daha üstündür. Bəzi mütəxəssislər buna başqa cürə qiymət verir. Biz də Besta Tarım olaraq toxumumuzu Hindistandan gətirmişik. Məhsuldarlığımız da müqayisə baxımından deyəndə keçənləri biz götürdük 730 ton. Hektara olan məhsuldarlığımız düşdü 4 ton. Lakin bu bizi sözün doğrusu qane eləmir. Biz bunun hektarından istəyirik məhsuldarımız olsun ən azından 7-8 ton. Yəni bu toxum ona qadirdir. Doğrudur, müəyyən hissələrdən götürdük, 5-6 ton da götürmüşük, 7 ton da götürmüşük. Amma yəni biraz gecikdiyimiz üçün, qışa düşdüyümüz üçün məhsullarımız aşağı düşdü. Bu illəri tam hamısı ştilliyinə yox, 50% ştilliyə, 50% isə satma üsulu ilə aparılır ki, yəni o başdan qışa düşmür.